İndi siz yığıqlar ha bura. Əskər bıraxmır, hadi. Əskər, kimdir əskər bıraxan? Gəlsin. Sən yazıcına qoy gedim orada bıraxmasınlar məni. Deməli qardaş, sizi xəbər bizdən narahat edirlər nöqtəazdan. Eşitsən? Buradan valideynlərdən niyə pul yığırsınız? Ay rəis, niyə pul yığırsan? Eşitirsən məni? Bax bu 1 manatı verdim sənə, 1 manatı. Mənə deyirsən ki, mənə 2 manat ver. Eşitirsən hə? Nə şəxsiyyət vaxtı? Şəxsiyyət vaxtı keçib niyə pul yığırsan? Pul yığmıram mən. Pul yığırsan. Pul yığırsan. Məndən 2 manat istəyirdin, indi 1 manat istəyirsən. Korrupsiya faktları. Görəsən bax. Gördüyünüz kimi burada bütün vətəndaşlardan görüş üçün pul yığılır. Yəni ki, dəqiq olaraq qapının qiyməti 5 manat. Bu maşınlar kolon işçilərindən hardan yığılıb? Hansı pullarla bu maşınlar alınıb? Bunun hamısı bu məhkumların valideynlərinin puludur. Deyir, təzə rəis gəlir. Təzə rəis gəldiyinə görə daskalar qalxıb, qiymətlər qalxıb. Sən deyirsən, vaxt keçdirsin, 30 manatı qalacaq. Görür. Sən görürsün sən. Bunları yola sallaram dedim, sən işdən. Sən geç, buradan eşitmə. Eşidirlər. Sağ olun. Sağ olun. Qardaş, bu sənətin müddəti deyir ki, bitib, bundan biz görüşə girə bilmədik. Yəni ailə, biz həmişə gəlib 6 il biz burada gəlib gelirik. Hər zaman söhbət eləyər, gözün sözləri. Yox, o altına üstünə danışır. Yox, o 1 manata görə, 1 manata görə. 1 mantıqdır. Yox, 1 manatlıqdır. Bir belə adamlardan sənə salıb baxırıq. Bir belə insanlardan sənə salıb baxırıq. Biz problem görüşə bıraxamayıq. Bizcə dəqiqə. 30 manat 1 manata görə sənətdə tip axtarır. 1 manata görə sənətdə tip axtarır. Qanunda icazə verilmiş ki, burada Elə bir yəsiz ölkədir. Yoxdur yəsi. Şənciyəm. Prezidentin yanına getmək istəyirəm. Gedirəm də heç yerə qəbul eləmirlər. Niyə eləmirlər? Cəza verməmişsən, qoy cəzasını çəksinlər. Niyə bu qədər öldürürsən? Niyə döydürsün? Nə qədər kaşlarını saxlayarlar? Niyə zona bıraxmırsan? Adını da qoymuşsan düşmənçilidir, idealistdir. Nə ürəyin istəyir onu deyirsən. Sən deməyin nə dör ki? 3 gün gəldim, getdim, güclə mən rəis qəbul elədi. Heç qəbul da eləmirdi. Kəşki olsa, o bir dənə oğlan necə öldü? Mən də oldu ki, atası kimi, anası kimi yiyəcəyəm. Tanıyan biri problemli adam deyil ki, burada gəlib ki, məsələn, yox, ehtiyac deyil, heç nə ehtiyac deyil. O, orada oturan adam bilmirəm kimdir, savadından, biliyinə, tələf da, yəni vəziyyətindən məlum deyil, bilirəm ki, kim qorxur. Gəlmiş ki, bura pul istəyir, deyir ki, vaxtı keçmiş sənə 30 manat səni keçmək istəyirlər. 30 manatdır, mən deyirəm, mənlə rəisi görüşdür, qardaş, o şey 30 manatın çekim verimsən, mən çekim vermə, 30 manatdır, bilmirdim, indi bilmişəm. axı çətirsə rəis niyə 30 manat qiymət oxuyursun? Deyə bilərsiniz onu? Yox, bu indiyənə kimi, bu neçə ay bundan qabaq keçmişik bu vəsiqəni buradan. 2 manat istədi, 2 manat. Dedim ki, 6 ildir bu qapıya gəlib gedirəm. Yox, düzə, tükənmişəm. 1 manat verdim. O 1 manat, Düynəmal Ehmin Salam, o 1 manata görə, elədi. Düynəmal kim? Bir salam. Eyb yox. Kimin vaxtı keçib, bu gəlir. Belədir ki, kimi sənətləri qayda